Tarixi öyrənə bilmirəm, tarix mənlik deyil deyirsənsə, məhz bu izah sənin üçündür. Tarix fənnini öyrənməmişdən əvvəl bir neçə qızıl qayda var ki, mən onu sizlərlə paylaşacağım. Birinci qızıl qaydamız nədir? Qayda 1. Mövzunu başdan sona qədər oxumuruq. Başdan sona qədər oxunan mövzuda heç bir keyfiyyət, uğur əldə etmək olmaz. Yəni bundan söhbət gedə bilməz. Mövzunu hissələrə bölürük. Birinci qızıl qayda nə oldu? Mövzunu müəyyən hissələrə bölürük və həmin o hissələri bir neçə dəfə oxuyuruq və oxuyarkən də təbii ki, ürəyimizdə yox, onu səsli formada oxuyuruq. Çünki yadınızda saxlayın ki, bir hissəni öyrənmək üçün, yəni bir mövzunu öyrənmək üçün həm göz yaddaşı onu görməliyik, həmçinin də bəkdən danışaraq, özümüzə danışaraq onu qulağımız vasitəsilə daha yaxşı dərk edə bilərik. Birinci qızıl qaydamız budur. İkinci qızıl qaydamız bəs o nədən ibarətdir? İkinci qızıl qaydanı onu da sizlər üçün deyəcəm. İkinci qızıl qaydamız deyəndə, məsələn, biz nəzərə tutaq nəyi? Öyrəndiyimiz hissəni, bayaq qeyd elədim ki, hissə-hissəyə bölürük. Öyrəndiyimiz hissələri qısa qeydlərini yazarıq. Misal üçün, mövzumuz məsəl üçün Səlcuqlardır. Dövlətin yaranması haqqında danışır, paytaxtı haqqında danışır. Mən demirəm ki, başdan ayağa kitabı yazın. Yox, ona həm bizim vaxtımız çatmaz. Ən əsası qısa qeydlərimizi yazırıq. Qısa qeydləri həm yazırıq, görürük, həm də ki danışırıq, səsli deyirik, onu da eşidirik. İkinci qızıl qaydamız budur. Üçüncü qızıl qayda nədir? Üçüncü qızıl qaydamız ondan ibarətdir ki, bu mövzunun hansısa bir X mövzudur. Mövzunun biz mütləq video izahına baxmalıyıq. Yəni mövzu nədirsə onun video izahına baxırıq. Yəni bir dəfə mövzu ilə özünüz tanış olandan sonra diqqətli olun. Tanış olandan sonra biz həmin mövzunun video izahına baxırıq. Bu oldu üçüncü qızıl qaydamız. Dördüncü qızıl qayda nədir? Videoya da baxdıq, qeydlərimizi də apardıq, bəkdən ucadan oxuduq, onu eşitdik, mövzunu mənimsədik və sonuncu qızıl qaydamız nədir? Həmin mövzunun testini yazmaq. Və testini də yazanda onu qeyd edeyim ki, tutaq ki, məsələn, mövzumuzda 100 dənə testdir, düzdür? Testi hamısını yazdıq, səhvlərimizi yoxladınız. Amma testi yazmamışdan əvvəl tutaq ki, məsəl üçün 100 dənə testdir və o testin içərisində misal üçün 20-ci testdə tərəddüdünüz var ki, tərəddüd içindəsiniz ki, hansı variantı, düzdür? Ona görə də məsələn o sualın qabağına ya bir dənə sual işarəsi qoyun. Sonra keçin digər testə. Misal üçün belə minvalla davam eləyin. Ola bilər də indi qabağınıza, yəni bunun kimi, yəni tərəddüd etdiyiniz müəyyən sual çıxır, amma variantları yoxladınız. Tutaq ki, məsələn 100 dənə testdən misal üçün 5 dənə səhvi çıxdı, düzdür? Səhvlərə baxırsınız o heç, amma plus və bayaq qeyd elədim ki, o tərəddüd etdiyiniz suallar var idi. Hansı ki, qabağına sual işarəsi qoymuşdunuz. Mütləq o suallara baxın. Çünki sizin hansı tərəddüd etdiyiniz o hissə varsa, o sizin deməli boşluq olan hissədir. Sizdə boşluq olan hissədir. Ona görə də mütləq o hissəyə qaydın. Və bayaq qeyd elədim ki, səhvlər. Səhvlər nədirsə, tutaq ki, məsəl üçün bayaq qeyd elədim ki, 100 testdən 5 dənə səhv yazdınız. O səhvləri, misal üçün gələn dəfə hazırlıqda tutaq hansı növbəti dərs keçdinizdə, düzdür? O testin izahını, suallarının testini yazanda keçən dəfə səhvlərimiz nə idi? Məsələn, Səlcuqlardan 5 səhvi çıxmışdı. O testi, səhvləri bir daha yazın. Çünki səhvlər elə bir şeydir ki, onu gələn dəfə yazanda avtomatik, yəni 5 səhvdən, yəni səhv qalmır. Yəni hamısı yazılmış olur. Növbəti qızıl qaydamız da budur və növbəti nə deyə bilərik? Növbəti də mən sizə məsləhət xarakteri onu deyə bilərəm ki, hər bir işdə nə tələb olunur? Səbir tələb olunur, əzm tələb olunur və bir şeyi istəyərəkdən edin. Yəni məcbur olaraqdan etdiyiniz hər bir şey o sizi uğura aparmaz. Bugünkü izahımız bu qədər. İnşallah sizə faydalı oldu.